Ankara'da işine başlayan 36-cı NATO samitində regional təhlükəsizlik və qlobal maliyyə arxitekturası yenidən formalaşır. Zirvə görüşü çərçivəsində rəsmi mətbuat konferanslarından kənarsız məlumatlar göstərir ki, Alyans həm Cənubi Qafqaz regionunda yeni hərbi tərəfdaşlıqlara hazırlaşır, həm də daxili müdafiə maliyyələşməsini kəskin şəkildə artırır. Zirvə görüşünün ən mühüm regional mövzularından biri Azərbaycanın Cənubi Qafqazda artan geosiyasi çəkisi və Bakının irəli sürdüyü regional təhlükəsizlik ideyalarıdır. Samit çərçivəsində NATO-nun Bakı ilə müdafiə təhsilinin gücləndirilməsi proqramı üzrə tərəfdaşlığı genişləndiriləcəyi gözlənilir. Bu strateji addım Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılmasını tamamilə yeni səviyyəyə qaldıracaq. Eyni zamanda Amerikanın regional gərginliyi azaltma strategiyasının bir hissəsi olaraq samitdə Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin imzalanmasına qlobal dəstəyin artırılması hədəflənir. Bakının qlobal təhlükəsizlik memarlığındakı və sülhməramlı missiyasındakı rolunun rəsmən möhkəmləndirilməsi samitin gözlənilən əsas sürprizlərindəndir. Ankaradakı sammit Alyansın sərhədlərini aşaraq coğrafiyasını genişləndirir. Sammit çərçivəsində NATO Xarici İşlər Nazirliyinin Bəhreyn, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən olan rəsmilərlə xüsusi regional təhlükəsizlik görüşləri keçirməsi gözlənilir.